Salam, hər vaxtınız xeyir olsun. Azad Region TV izləyiciləri, əziz həmvətənlər. 26 noyabr 2025-ci il tarixində Füzuli rayonunun Alxanlı kəndinin ilk mülki şəhidi Aliyev Vahid Baxşaloğlu'nun şəhadətinin 35-ci il dönümüdür. Qeyd edim ki, Aliyev Vahid Baxşaloğlu 1950-ci ildə Füzuli rayonunun Alxanlı kəndindən anadan olub. Orta təhsilini Alxanlı kənd məktəbində bitirib. 1990-cı ildə ailəsinə, övladlarına çörək qazanmaq üçün, rozi qazanmaq üçün hər zaman çalışıb, valideynlərinə, övladlarına qayğıkeş övlad, qayğıkeş ata olub. 1990-cı ildə erməni silahlı qüvvələrinin, bədnam terrorist erməni qüvvələrinin hər zaman Qarabağımıza, Azərbaycan torpaqlarına etnik bədnam siyasətini yürütməkdə davam edib. Və bu terrorun demək olar ki, əsas nəticələrindən qurbanı olub, mülki əhalimizə qarşı silahlı münaqişələr həyata keçirdib və bu silahlı münaqişələrin ilk qurbanlarından biri Aliyev Vahid Baxşaloğlu'dur. Və o mülki maşını ilə, mülki avtomobili ilə Qarabağda belə deyək, əhalini təxliyə edən bir zamanda, o şiddətli döyüşlərin zamanında təxliyə edəndə erməni terrorçuları həmin şəxs avtomobilini ateşə tutub və şəhadətə ucalıb. Bugün şəhadətin 35-ci il dönümüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah silahlı qüvvələrimizin ali baş komandanını qorusun. Allah qazilərimizi qorusun. Yayın istisində, qışın soyuğunda, vətənin keşiyində dayanan hərbiçilərimiz Allah qorusun. Və bir daha ailəsinə, övladlarına başsağlığı veririk. Şəhidlər bizim hər zaman qəlbimizdədir. Şəhidlər bizim hər zaman ürəyimizdədir. Və onu da qeyd edim ki, şəhidlərimizin başının üzərində bugün dalğalanan sürəkli bayraq Azərbaycanımızın hüdudlarında, Azərbaycanımızın Qarabağında, Qarabağın döyünən ürəyi Xankəndidə, Şuşada, Xocalıda, Füzulidə, Ağdamda, Şərqi Zəngəzurda dalğalanır. İnşallah bu üçrəkli bayrağımız silahlı qüvvələrimizin başçısı sayəsində, vətənimizin igid oğlanları sayəsində Qərbi Zəngəzurda, Göyçədə dalğalanacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.